Salam dəyərli tələbələrim, bu günləri sizlərlə sual-cavab videosu hazırlayıram. Yəni sizdən gələn sualları cavablandıracağam. Biz maraqlı suallar da var, aralarında həqiqətən çox xoşuma gəldiyim suallar da var. Vaxt itirmədən ilki ilə başlayaq və bunu da deyim ki, altda sizin şərhinizi göstərəcəm və burada da hamısını bir-bir yazmışam. Gəlin vaxt itirməkdən başlayaq. Deməli, ilk və neçə yaşınız var, harda qalırsınız və bürcünüz. Deməli, mən Astaralıyam. Kəndində qalıram və neçə yaşım var? 23 yaşım var. 12-12-2002 doğum tarixindəyəm. Yəni fevral ayında olduğuna görə avtomatik doğulçu bürcüyəm. Bürclərə o qədər də inanmıram. Yəni inanmağınızı tövsiyə vermirəm. Çünki hər bir insan özəldir və bir insanı bürcünə görə qiymətləndirmək düzgün deyil. Çünki insanın yaşadığı, böyüdüyü yerdən və aldığı ailə tərbiyəsindən və o mühitdən çox şey asılıdır. Yəni bürclə hər şey məncə birinin taleyini və ya xarakterini təyin etmək qeyri-mümkündür. İkinci sualımız biraz uzundur. İlk şəkil çəkməyə nə vaxt başlamışsınız? Sonra sənət sizin ruhunuzu olduğu haçan öyrənmişsiniz və şəkil çəkmirəm. Özür dilərim, mən də şəkil çəkirəm, amma sizin qədər gözəl çəkə bilmirəm. İlk rəsm çəkməyi kurslarda öyrənmişsiniz, yoxsa özünüzdənmi? Yəni sualı belə başa düşdüm. Biraz bəzi uşaqlarda yazı səhv var, yəni normal bir şeydir, tələsik yazırlar. Müəllimə rəssamlığa neçə il oxuyurlar? Müəllimə siz narahat elədim, özürlüsən, yox, əstəğfurullah, niyə narahat edirsən? Zaten bu sual-cavab videosudur. Birinci sualından başlayaq. Nə vaxt şəkil çəkməyə başlamışam? Deməli, uşaqlar, mən uşaq dünyaya göz açan kimi, yeriməyə başlayır falan, amma karandaş falan alırlardı uşaqlar üçün, yəni onun başını qatmaq üçün, rəngli karandaş ora-bura sürtür. Heç uşaq, məsələn, çox da əl quruluşu icazə vermirdi, o qələmi tutmaya icazə vermir, karandaş və ya qələmi tutmaya icazə vermir. Amma görürsən, uşaq bir şey qaralı, cızma eləyirdi. Yəni o vaxtdan bəri mən rəsm çəkirəm, amma professional olaraq 9-cu sinifdə, 8-ci sinifin axırı, 9-cu sinifin əvvəli mən rəsm kursuna başlamışam getməyə. Bunu nəyə görə? Bir ailə üzvlərini bilirdilər, sevgimi, istedadımı bilirdilər, yəni mən çəkə bilirdim. Yəni burada xırda bir nüans var, hər bir uşaq bunu qarışdırır. Siz rəsm kursunda rəsm çəkməyi öyrənirsiniz, öyrənməyini. Orada bir dəfə sizə fitri istedad yükləmirlər, onu başa salmaya çalışıram. Yəni bir uşaq bir həftə gəlir, yəni bizim kursumuzda da olur. Uşaq gəlir bir həftə, ondan sonra dayandır, deyir, mən bacara bilmirəm. Elə düşünür ki, mən rəsm kursuna getdim, mən hər şey eləyəcəm, hər şey çəkəcəm, portret belə sökəcəm, dağıdacam. O deyil, həqiqətən o deyil. Yəni bir müəyyən bir mərhələ var, hər kəsin öz potensialı var və o potensialı əsasında yavaş-yavaş çəkməyi öyrənir. Bunu da onu demək. Sonrası deyir ki, mən sizin kimi qədər gözəl şəkillər çəkə bilmirəm. Çox sağ ol, xoş sözlərinə görə çalışmaq lazımdır. Həqiqətən mən də bir mövqedə pis çəkdiyim vaxtlar olub, bir vaxtlarda, yəni yaxşı çəkdiyim. Hal-hazırda da insan üzərində işləməlidir. Hər bir sənət belədir. Heç kim deyə bilməz ki, mən tamamən, mən süperəm, mən ağlayım. Heç kim elə deyə bilməz. Yəni, çünki o deyil hələ. Hələ biz özlərimizi işləməliyik ki, daha yaxşılardan olar. Üçüncü sualımız, rəssamlığa həvəs, motivasiya necə tapırsınız? Baxın, uşaqlar, motivasiya ilə, həvəslə hər iş yola getmir bəzən. Məsələn, video məsələsidir və ya YouTube-dan danışım. Sən bugün video atmalısın. Yəni, bu həvəsin yoxdur və ya var, bu işindir, sən bunu eləməlisən. Və ya kursa getməliyəm, dərs keçməliyəm, müəlliməyəm. Həvəsim yoxdur, getməyim. Olmaz. Elə işlər ki var, yəni həvəslə olmalıdır. Məsələn, rəssamlığın özü də bir hisslərin, düşüncələrin bir vəhdətidir. Yəni, o emosiyalarını vərəqə köçürsən, əks elətdirirsən. Bunun üçün də həvəs lazımdır. Amma bəzən elə olur ki, bu tapşırıqdır. Tapşırıq sənə verilib, biz, məsələn, kurs tərəfindən. Sən bunu çəkməlisən. Uşaq heç bir vaxt deyə bilməz ki, mənim həvəsim yoxdur, mən çəkmədim. O yüzden adam əsəbləşir ki, bir dənə istəksizliyi uğruna sən öz gələcəyini mi puç edirsən? Çünki sən sırf bu rəssamlıqla məşğul olursansa, həvəs falanı qoy qırağa, iradəni başa avtomatik qabağa salırsan ki, mən bunu etməliyəm, bu mənim işimdir. Mən qabiliyyət imtahanına hazırlaşıram. Onun üçün bəzən həvəs ehtiyac olmur, iradəni işə salırsan, arzularını, xəyallarını yada salırsan və avtomatik yola davam edirsən. Ona görə bəzən bu həvəs və motivasiya çox vaxt adama təsir edir. Amma iradəvi işə salmasan, bu işə nə üçün başladığını, nə uğrunda mübarizə apardığını düşünürsən, ona görə o da böyük bir motivasiyadır əslində.
Salam müəllimə, mən bu il 9-cu sinifəm, uğurlar sənə. Qabiliyyət imtahanı üçün, yəni 10-cu sinifdən başlaya bilərmiyəm? Əlbəttə ki, başlaya bilərsən. Bax, o avtomatik sənin öz potensialındır. Bəzi uşaqlar var ki, 3 il gedir rəssamlığa, heç nə öyrənə bilmir. Çünki onun potensialı hələ o səviyyədə deyil, hələ 1 ildir bəlkə də getməlidir. Elə uşaq var ki, 1 ay və ya 1 ilə tam hazır formada hazırlaşır və imtahanda da uğurlu nəticə əldə edir. Bu uşaqdan uşağa fərq eləyir. Həqiqətən elə uşaqlar var, işləyir, ürək yoxdur da, yəni işləmək istəmir. Zorla tapşırıq verirəm, min cür bəhanə gətirir o tapşırığı mənə çatdırmaq üçün, amma işləmir. Elə uşaqlar heç, yəni uşaq deyəndə ümumiyyətlə elə insanlar, ümumiyyətlə məsuliyyətlə yanaşmayan insanlar ümumiyyətlə uğur həyatda əldə etmirlər. Çalışın, məsuliyyətli olun və əlbəttə ki, 10 sinifdən də başlaya bilərsən. Amma üzərində işlə, qəşəngcə buraxılış imtahanında gözəl nəticə göstər, qabiliyyət imtahanında yayda olur, ona da qəşəngcə hazırlaş və uğurlu nəticə əldə et. İnşallah tələbə adına qazanarsan. Salamlar, çox yaxşı rəssamsınız, çox sağ olun. Sualım belədir, neçə ildir rəsmi çəkirsiniz? Və qara qələmlə başlamaq məntiqi bilmir, ilk dəfə başlayanlar üçün. Deməli, qəşəng sualdır əslində. Dur, sualı işarəliyim. Neçə ildir çəkirəm desəm, professional formada dediyim kimi 14-15 yaşından başlamışam, hal-hazırda da 23 yaşındayım. 4 ildə təhsil almışam, bakalavr, 2 ildə magistr oxuyuram. Yəni artıq 2-ci ilimdir, magistr təhsilini bitirmək üzrəyəm inşallah. Və artıq çox uzun ildir, 7-9 ilə yaxındır ki, mən professional formada işləyirəm. Ondan da əlavə mən işləmişəm də, öz üzərimdə işləmişəm. Yəni, elə bir əlimə karandaş, vərəq tutan gündən bəri mən çəkirəm və çəkməliyik ki, qabağa gedək. Və qara qələm məsələsi, əlbəttə ki, ilk çəkənlər üçün biz rəsm kursunda da belə uşağa qurmağı öyrənirik, rəssamlıq sirlərini öyrədirik. Komponovka, ştrixləmə, hər şey öyrəndikdən sonra rəng məsələlərini keçirib. Bir dəfə də rəngi başlamaq olmaz. Yəni, uşaq formanı başa düşməlidir. Vərəqi necə yerləşdirmək bilməlidir ki, onu rəng həllində formaya sala bilsin və onu tamamlaya bilsin. Bu əsas nüansdır. Sonra deyir ki, bir dənə izləyicimiz, video addım deyəsən, Səbir. Salam Səbir. Siz neçə yaşınızdan başlamışsınız rəsm çəkməyə və necə oldu? Neçə yaşında dedim, 14-15 yaşında necə olduysa, dediyim kimi, ailə üzvlərim artıq deyirdi ki, hansı peşəyə yiyələnirsən, hara getmək istəyirsən, o hazırlığa qoyma məsələsində artıq o vaxt dedilər ki, hə, təminə istəyirsə, niyə də olmasın. Ona əsasən mən də artıq başlamışdım, yəni rəssamlığa, rəsm işləməyə. Zaten ondan əvvəl işləyirdim, amma artıq professional formada, artıq bu mənim peşəmdir. Bu yolla gedəcəyim deyə, onun üçün də başladım. Yəni, həqiqətən, nə yaxşı ki də başladım deyirəm, yəni, həqiqətən. Pis və ya yaxşı, o qədər gözəl xatirələr olur ki insana, yəni, bu həyatın bir qanunudur. Əgər yaxşı varsa, pis də onun da arxasınca olur, pis də varsa, yaxşı da onun arxasınca olur. Yəni, vaz keçməmək lazımdır. Bu peşənin nə əsasında sevməyə başladınız? İlk çəkdiyiniz rəsm hansıdır? Və ilk çəkdiyim rəsm, bunu çox uşaq burada sual mənə tələbələrimdən vermişlər. İlk rəsminiz necə olmuşdu? Pis mi çəkdiniz, yaxşı mı çəkdiniz? O qədər mən belə sual vermişlər. Bu sənəti dediyim kimi sevməyimin əsas səbəbi əslində ailə üzvlərimizdən əmmin rəssamlıqla məşğul olmağı və bu rəssamlığı bitirə bilməməsidir. Yəni, o peşəni sonuna çatdırıb oxuya bilməməsidir. Vəfat edib və mən onu sonradan tanıdım. Yəni, o qədər ailədə bir travma kimi bir hadisə idi də, yəni artıq bu sənətdə yiyələnən insanların axırı belə olarmış kimi düşüncə də var idi hətta. Elə hiss elədim. Deyilmirdi, elə hiss elədim. Və dedim ki, mən onun qoyduğu o yoldan davam edəcəm. O motivasiya ilə başladım və bu sevməyə başladım. Artıq bu şey halına gəldi. Demək, mən bunun üçün var oldum və bu yolla getməliyəm. Yeni bir yol yaratmalıyım. Onun kimi bir düşüncə ilə başladım və ilk çəkdiyim rəssamlığa ilk çəkdiyim rəsm isə natürmortidir. Əgər tapsam burada qoyaram ya da postda paylaşaram. Onu çünki çox sual vermişdiniz. Onu tapsam mütləq qoyaram. Yəni qəşəng alınmışdı. Amma müəllimim demişdi ki, sənin gediləcək çox yolun var. Həqiqətən elədir. Niyə belə gözəlsiniz? Çox sağ olun. O sizin gözəl görən gözlərinizdir. Ən çox hansı məhsullardan istifadə edirsiniz və sadə bir qrafik üslubu çəkilən rəsm üçün hansı üsullar məsləhət görürsünüz? Aha.
Məhsullar deyəndə, deməli, vatman kağızından, qalan vatman kağızından akvarel texnikası ilə işləyəndə, bir də Aleksandrovda incə belə toxunanda onu biləcəksiniz. Fikir verin, rəssamlığa girən kimi vərəqləri belə büzüşdürürlər və toxunmaya başlayırlar. Onun səbəbi odur. Əgər üstündə bütövlük, yəni dığırdığılıq varsa, o akvarel texnikası üçündür. Əgər üstü softdursa, belə sürüşkəndirsə, siz orada üzərində qara qələmlə təsvirlə işləyə bilərsiniz. Məsləhətim də məsələn karandaşlarda delfin ola bilər ilk başlayanlar üçün. Faber-Castell də gözəldir. Onlardan da istifadə edə bilərsiniz. Yəni həqiqətən çeşidli boldur. Çalışın, bəzi sadə karandaşlar olur, içi qara olur. O avtomatik sınır. Yona bilmirsən, rezaqla yona bilmirsən, pirka ilə yonursan, əyri-üyrü olur. Onu heç bir formaya sala bilmirsən. İlk çəkdiyiniz rəsm nə olub? Dediyim kimi postda paylaşacağam inşallah. Onu tapsam. Çünki orada o qədər şəkil var. Orada mənə baxırlar. Yəni şəkillər çoxdur. Yəni onu mən axtarıb tapana qədər sabah olar yəni. O alam dəyib orada bir-birinə. Şəxsən mənim dizaynerlik üzərində getmək planım var. Uğurlar sənə. Kanalımda var şəkillər. Hə, mən o kanalın şəkillərinə baxdım. Əl işlərinə baxdım, yeni başlayan biridir. Rəsm və sair nə etməyi məsləhət görərdiniz. Deməli, əgər sən dizayner ixtisasına hazırlaşırsansa, ən azı 9-11-ci sinifdən rəsm hazırlığa getməlisən. Bu mütləqdir. Nəyə görə? Sən nə qədər evdə antik baş heykəl işləsən belə, sən akademik formada öyrənmə üsullarını bir müəllimədən məsləhət görüb işləməlisən. Elə istedadlı həqiqətən tələbələr var ki, deyən kimi götürürlər və müəllimə, mən zaten evdə işləyirdim, amma necə işlədiyimi və bunu nə üçün etdiyimi bilmirdim. O elə hadisə olur və buraxılış imtahanında da maksimum nəticədir. Buraxılış imtahanında bəli, maksimum nəticə göstərməlisən. Ən azı 150 və 200-dən yuxarı olmalıdır ki, sən ödənişsiz əsaslarla qəbul ola biləsən inşallah. Və elə ixtisaslar da var ki, ixtisas deyəndə dizaynerlikdə məsələn 12 qəbul olmaq istəyirsənsə, əgər sən 200-220-dən yuxarı bal yığsan ya da 206 idi deyəsən, dəqiq bilmirəm, artıq sən avtomatik qabiliyyət imtahansız ora daxil ola bilərsən. O, yəni buraxılışın da önəmi və qabiliyyətin də önəmi eyni dərəcədədir. Amma universitetdən universitetə də bəzən görürsən, fərq edir bu. Deməli, mən də rəsmə başladım yayda, amma dərslər başladı deyə dayandırdım. Rəsmlərinizə vurulmuşam, çox sağ ol, mən də sənə bu gözəl şərhinə vuruldum. Harada öyrənmişsiniz? Hə, harada öyrənmişsiniz? Mən özüm Astarada qalıram, amma Lənkəranda rəssamlığı öyrənmişəm. Müəllimim Adil Əsədli olub. Yəni həqiqətən hələ də müəllimim Adil Əsədlidir. Ona görə də deyirəm ki, bəzən nə qədər şanslıyam ki, müəyyən bir yaş həddində ondan çox şeylər öyrəndim və hələ də öyrənməyə davam edirəm. Yəni onun dəstxətti olsun, işləmə texnikası olsun, onun rəssamlığa duyumu, hissi olsun, həqiqətən tam fərqlidir və hər dəfə nəsə ondan öyrənirəm. Onun bir xoşbəxtçiliyi var. İnşallah sən də davam elə. Çalış ki, vaz keçmə və davam formada öz üzərində işlə. Əgər bu peşə kimi yiyələnəcəksənsə, daim formada işlə. Əgər yox, hobbi kimi istəyirsənsə, istədiyini Pinterest proqramında, istədiyini çəkib, seçib işləyə bilərsən. İnşallah da belə də olar. Çox gözəl əl işləriniz var. Bu isə başlayanlara, yəni bu işə başlamanızda ailənizin dəstəyi həmişə olubmu? Demək, ailəmin dəstəyi əlbəttə ki, olub. Dediyim kimi, videonun əvvəlində onlar mən elə bir oturdurdular, dedilər ki, Tənə, sən hansı peşəyə yiyələnmək istəyirsən? Bir nöqtədə dedilər ki, yəni savadlısan, başqa bu rəssamlıq asandır falan bəsməkən, o başqa ixtisasa yönəl, amma həqiqətən uşağınızı, yəni övladınızı qarşınıza oturdurun, deyin ki, sən bu həyatda nəyə nail olmaq istəyirsən? Sən hansı peşənin arxasında getmək istəyirsən? Bunu sual vermək mütləq olmalıdır. Çünki bəzi valideynlər görürük ki, həkim ol, müəllim ol, həkim ol, müəllim ol, polis ol, nə bilim nə ol. Bu 3 ixtisasdan başqa ixtisas bilmirlər. O yaxşı bir şey deyil. Həqiqətən o peşə ilə gedən övladınız olacaq. Bir diplom xətrinə onun 4 ilini boşu-boşuna korlamayın. Yəni qoy sevdiyi, bəyəndiyi o uğrunda, yəni özünü fəda edə biləcəyi bir ixtisas olsun. Fəda deyəndə, yəni özü canla başına çalışsın, o mənada deyirəm, demirəm özünü bir yerdən dəstəfrana vursun, öldürsün, atsın. Özünü, yəni həqiqətən bu işə həzz alaraq gedə bilsin. Hər gün o işə gedəndə bir ürəklə, bir həvəslə getsin. Hər kəs əlbəttə ki, işləmək bəzən insanların gözündə durur, deyir, ayda kim işləyir, oturmur öz evində, oturan yerdə pul qazanır. Əlbəttə ki, elə peşələr də var ki, oturan yerdə qazansın. Amma zəhmətkeş insan zəhmət çəkdiyi vaxt o işdən zövq alır. Bu məsələ də var. Hansı məktəbdə dərs keçirsiniz?
dərs deyirsiz deyir. Deməli mən məktəbdə 6 nömrəli Lənkəran dövlət tələbəsi olmuşam, Lənkəranda. Və bizi praktika aparmışlar 6 nömrəli liseyə. Orada bir 10 dərs keçmişdim. Amma belə özüm məktəbdə müəllim kimi işləməmişəm. Səbəbi odur ki, magistra hazırlaşdım, avtomatik magistrə daxil oldum. Ondan sonra rəsm kursunda rəsm müəlliməsi olaraq işləməyə başladım. İndi müəyyən səbəblərə görə dayandırmışam. İnşallah yanvar ayından sonra inşallah xeyirlisinə başlayacağım. Səbəbi də magistrdir. Yəni dissertasiya deyilən bir bəla var. İnşallah onu sağlamlıq verdikdən sonra ondan sonra yenə davam edəcəm və həmçinin məktəbə də işləməyə başlayacağam inşallah. İmtahan verdikdən sonra. Neçə yaşı rəsmə başladınız? Yox, bunu oxumuşduq. Neçə rəsmə həvəsləndir? Neçə yaşda? Necə həvəsləndim? Bu formadakı dediyim də, yəni onu əvvəlcədən dedi. Bu sənəti işləmək, rəngləri tanımaq, özümü daim inkişaf elətdirmək həmişə insan həvəsləndirir. Yeni bir şey öyrənəndə istərsəməz müsbət rəydə alanda insan o işə həvəslə can atır. Portret öyrənənlər nə qədər vaxt aldı? Yəni portret öyrənmək nə qədər vaxt aldı? Deməli uşaqlar, siz birinci rəsmi qurmağı, qaydaları öyrənirsiniz. Ondan sonra başlayırsınız portret falan məsələlərinə. Əlbəttə ki, körpədən uşaq və ya 16, 14 və ya ondan da balaca uşaqlar başlayırlar öz yaxınlarının şəklini çəkməyə, dostunun şəklini çəkməyə, zarafat almağa və ya çəkirlər. Ondan sonra deyirlər ki, hə, mən bunu bacarıram və bunun arxasına gedim. Məndə isə necə oldu? Mən natürmortu daha çox sevirəm. Natürmort mənzərə bir də öz zeynimdə, təfəkkürümdə olan qeyri-adi obyekt və cisimləri təsvir etməyi çox xoşlayırdım. Yəni qeyri-adi təsvirlər işləməyi xoşlayırdım. Bəlkə bir-iki dənəsini burada qoydum. Ya da Instagram səhifəmdə də görə bilərsiniz. Ən axırlarda. İndi realist təsvirlərə fokuslanmışam. Elə işlər işləyirdim. Sonra da təqribən 3-cü kurs, 2-ci kurs ərəfələrində mənə deyirlər ki, sən portret çəkməyi bilmirsən, bacarmırsan falan. Sən bunun başını burax. Hər rəssam da portret çəkə bilmir falan belə deyirdilər. Və ondan sonra mənə bir hərəkət başladı. Yəni hərəkət atıldım. Yəni ki, mən bunu eləməliyəm. Mən niyə bunu bacarmamalıyım? O hissi yarandı. Ondan sonra yay boyunca yalan olmasın 20-dən çox 30-a yaxın bir portret işlədim. Çəkdim, atdım. Sonra özüm üçün bir butuluq kimi bir sketchbook var, bir dəftər aldım. Orada işləməyə başladım. Pis alındı, qəribə alındı, əcəyib alındı, amma alındı həqiqətən. Videolara baxdım. Videolara baxmanın kifayətlənməyin həqiqətən. İnsan nə qədər işləsə, hərəkətə keçsə, bir o qədər yaxşı, uğurlu olur. Və bu qədər sizdən gələn suallar bu idi. Həqiqətən içərilərində maraqlılar da var idi. Hər biri həqiqətən maraqlı idi. İnşallah əgər nə qədər sualınız varsa, yenə istəsəniz bu sual cavabın bir neçə mərhələsində çəkərik. Hər biriniz dəyərlisiniz. İnşallah hər şey ürəyinizdə uğurlu formada olar. Bir də portret məsələsində takipçilərimin serisini çəkirəm. Və əgər bu bəyənilsə, davamı da mütləq gələcək. Bunu da qeyd edeyim ki, mən aktiv olanları çəkirəm. Elə uşaqlar var ki, yazdılar mənim şəklimi çək, icmalda göndərirlər. Görürəm bu insandan nə səs var, nə soraq var. Aktiv də deyil. Sonra bəziləri də var ki, hədəliyyə formada danışırlar. Yəni uşaqlar, mən də bir müəlliməyəm, mən də bir magistrantam, mən də bir tələbəyəm, mən də olmuşam. Müəyyən bir işlərimiz olur, sifarişlər olur. Günə onu işləyirəm, çatdırıram, paylaşıram da. Yəni bunu kobud vurmada deməyiniz lazım deyil. Yəni mən sizə necə rəftar edirəmsə, yəni elə bir şeydə qarşılıqlı olmasını istəyirəm hər bir insan olduğu kimi. İnşallah gözəl uğurlarımız olar. 10K-ya dediyim kimi özəl videomuzda 5 nəfəri rəngli formada, A4 formatda, çərçivəsi ilə bir yerdə aktiv, əsasən qısaca deyim ki, aktiv tələbələr, yəni aktiv takipçilərimi çəkib göndərəcəm inşallah. Poçt vasitəsilə hər birini sevirəm. İnşallah bir gün 10K olar və ondan da üzəri inşallah. Xeyirlisi nədirsə o sizin olsun və daim çalışmaya davam edin. Rəssamlıq, yəni rəsmə aşıq olanların işidir. Çünki biz nə qədər özlərimizdə işləsək, bir o qədər uğurlu olaraq hər biriniz dəyərlisiniz. Digər videolarımızda görüşənədək hələlik.